Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xanım müğənni mahnımı pis ifa etməyi bəyəndim. Bəstəkarı söz yazarını tanımırsan, amma ifaçını görüb tanıyırsan. Heç olmasa məni işarələ. Xəbər verilir ki, bu sözləri müğənni Radio İbrahimova gün ortası proqramına deyib. Sənətçi mahnısını oxuyan ifaçılardan söz açıb. Bizim öz müğənnilərimizdən biri oxudu və məni adam yerinə qoymadı. Nə məni, nə Vaqif Gərayzadəni. Oxumasın deyə bilmərəm. Sevib oxuyurlar. Bahar çiçəyi, De hardasan, Yaşananlar, Son qərar hamısını oxuyurlar. Gövhər Həsənzadə mənə link atır, alqışlayıram. Nəyə etiraz edə bilərəm ki? İşin içində azca qısqanclıq var. Hamı öz adını, özünə yaraşanı təqdim edir. Müğənni Gülay Zeynalova doğum gününü efirdə qeyd edərkən emosional anlar yaşayıb. Xəbər verilir ki, canlı yayım zamanı ailəsindən və qızından danışan sənətçi duyğulanıb. Gülay hisslərinə hakim ola bilmək və gözləri dolub. Müğənninin kövrəldiyi anlar həm studiyadakı qonaqların, həm də tamaşaçıların diqqətini çəkib. Efirdə yaşanan emosional görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İzləyicilər sənətçinin səmimi duyğularını yüksək qiymətləndirərək ona doğum günü münasibətilə xoş arzular ünvanlayıblar.